həqiqətlər var ki, onlar danılmazdır. Mən heç vaxt Akşinlə rəqabət aparmaram. Nəyə görə? Çünki Akşin zamanında də gəlsin yarışmasında və yaxud da hansısa bir musiqili meyxanaları, mahnıları Elşənlə oxuyanda, yəni biz onda cavan uşaq idik və yeni başlayırdıq nəsə yazmağa. Ona görə insan bəzi ola bilər, bugün mən çox gündəmdə ola bilərəm və daha da istedadlı ola bilərəm, amma o demək deyil ki, mən keçmişdə olan sənətkarları və böyüklərə qarşı nəsə səhv addım atmalıyam. Yox, insanın istedadlı ola bilər, imkanı da ola bilər, hər şey də ola bilər, amma Akşin də... Baləlinin də bu cür sürətli inkişaf eləməyinə, addım atmağına səbəblərdən biri odur ki, o böyük-kiçik yerini gözləyə bilir. Sevinirsənmi onun addımına? Necə? Sevinirsənmi onun? Sevinirəm. Balalı ilə indi sıx-sıx bu son vaxtlar danışa bilmirik, bəzi səbəblər. Mən ümumiyyətlə hamı ilə biraz məsafəli olmuşam son aylarda. Amma Balalının uğruna mən görəm hamı sevinmir. Sağ ol. Hamı sevinmir. Birisi fürsət düşdüyündə hətta onu vurub yıxmaq istəyənlər də oldu. Mən də üstünə bir oraya gəldilər, bəzi meyxanaçılar ki, sən orada başqası. Amma Balaylı bugün gəncdir, uğuru varsa bunu qəbullanmaq lazım. Olmaz. Bir insan əgər bir sənətlə çörək qazanırsa, ailəsinə, evinə, eşiyinə bir faydası varsa, bəzi insanlara da yardım edə bilirsə, dostluq eləməyi də bilirsə, şükür Allaha Balaylı yəni o kişilərdən deyil də danışığını, yerişini, duruşunu itirmiş olsun. Ona görə Balaylıya dəstək olmaq lazımdır, onu yıxmaq lazım deyil. Akşinin də o sənətdən bəzən deyir, incimişəm, uzaqlaşmışam, başa düşürəm. Hətta mən özüm də elə hallar olur ki, bilirsiniz, sizin hər şeydən xəbəriniz var da indi televiziya adam olaraq. Mən də uzaqlaşmaq istəyirəm, amma mən uzaqlaşsam itə bilərəm. Amma Akşinin uzaqlaşmağı, çünki Akşin daha çox möhürünü demək olar ki, vurub da bu, yəni Akşini Akşin Fatih olaraq tanıyırlar daha çox. Məsələn, Rəşad Dağlı bugün çətin gündə olsa da, olmasa da 3 ildən, 5 ildən sonra yenə gəlsə Rəşad Dağlıdır. Mən hələ o möhürü ki, vurmamışam da, yəni mən hələ özümün istədiyim yerdə deyiləm və məni qane eləyən yerdə deyiləm. Mən bugün bəzən olur uzaqlaşmaq istəyirəm, bezmək istəyirəm, amma evdə də, atamda, böyüklərdə deyirlər ki, biraz döz, biraz səbirli ol, biraz... Çünki bugün mənim gözdən itməyim, 6 ay görünməməyim, mənim 8 ay, 6 ay efirdə olmamağım və yaxud da hansısa toya getməməyim ola bilər ki, Balaylı adı o qədər də yadda qalmasın. Çünki mən hələ o möhürü vurmamışam axı qulaqlarda tam Balaylı adı. Amma Akşinin bəzən uzaqlaşmağını da başa düşürəm ki, yəni Akşin getsə də 6 ay olmasa da, yenə qayıtsa da, yəni Rəşad da 6 ay olmasa, Şu 12 il getdi, gəldi, yenə də öz yerində yandı.